Xanımlar və cənablar, mən Qabil Türkoğlu sizə özəl və gözəl xəbərlər çatdıracağam. Birincisi, Adil Əliyev, Suraxanın icra başçısı Arzu Əliyevanın Plus 18 kasetini əldə saxlayaraq, bilirsiniz də, Arzu Əliyevanın əvvəlki əri Səməd bunların adamı idi, Məhərrəmin, Adil Əliyevin adamı idi. Kasetləri çəkdiriblər, əllərində saxlayıblar Plus 18 kasetlərini və dəyərli həmvətənlərim, ona görə İlham Əliyev ailəsi onun xətrinə dəyə bilmir. İnanın Allaha, inanın Allaha, Suraxanıda bir Şanxay var. İnsanların anasını necə ağladıblar. Suraxanı rayonunu necə inqilaba hazırlayıb bu axmaq qərarlarından. Adil Əliyev onu canlı yayımda deyəcəyəm. Bələdiyyə sənədlərlə tikilən evlər, hansı ki prezident 2003-cü ildən sərəncam verdi, axı olmaz. Amma əvvəlkilərə aid deyildi. Onlar necə onları tora salıb, necə cəmaata divan tutur Adil Əliyev. Mən ondan danışacağam az sonra dəyərli vətənlərin dəyərli soydaşlarım. Deməli, Adil Əliyev neyibdi? Bildiyiniz kimi Adil Əliyev Arzu Əliyevanın Plus 18 kasetlərini əldə saxlayaraq çox böyük mındarlıq edir, Əliyev ailəsini şantaj edir. Məsələn, 9 qat dünya çempionu bilirsiniz ki, bıçaqlandı. Musayev, idmançı Musayev bıçaqlandı. Əzəmənə bunu bıçaqlayan 6 nəfər həbsə girdi, elə deyilmi? Adamın özü də deyir, cinayətkarların özü də deyir, tutulanlar da deyir. Hamı bilir ki, bunun orta ranglı sifarişçisi Adil Əliyevdir. Adil Əliyev prezident ailəsinin icazəsi olmadan bir idman federasiyasının prezidentini bıçaqlaya bilməzdi. Əziz vətənlərim, dəyərli soydaşlarım, Adil Əliyev niyə dindirilmir? Niyə həbs edilmir? Çünki Adil Əliyevdə Arzunun seks kasetləri var. Uzun sözün qısası, dəyərli vətənlərim, dəyərli soydaşlarım. Birazdan mən sizə daha dəhşətli xəbərlər verəcəyim. Yayımızı bəyənin, paylaşın, auditoriyamızı genişləndirin. Bu videoya baxandan sonra dərhal canlı yayıma gəlin. Haqsızlığa susma YouTube kanalı. 5 gün qabaqcadan mən Qabil Türkoğlu nə demişdim? 5 gün qabaqcadan mən Qabil Türkoğlu demişdim ki, Azərbaycan millisi mini futbol üzrə çempion olacaq, dünya çempionu. Demişdim mi? Deməmişdim mi? 5 gün qabaq. Burada məqsəd mənim yığma komandamızın, necə deyərlər, qələbəsinə, qalibiyyətinə kölgə salmaq deyil. Əsas məsələ bu siyasi sifariş idi. Bu alınıb satılan oyun idi, İlham Əliyev pulunla aldı. Bu çempionluq Əliyevə lazım idi. Çünki Əliyev Avropada nüfuzunu itirirdi. O özünü az da olsa gündəmə gətirməyi istəyirdi. Ona görə də çempionat qabaqcadan danışılmışdı. Millinin çempionluğu razılaşdırılmışdı. Azərbaycan finalda Macarıstanla çıxmalıydı. Orban korrupsionerdir, həm də Putinin əlaltısıdır. Azərbaycan həm də Macaristana qaz satır. Hazırda Avropada Macron'un liderliyi hökm sürür. Artıq Almanya Macron da bastırır, onu deyim. Və deyələmədəm İlham Əliyev Macron'a yaltaqlanmaq üçün hər cürə variantdan, hər cürə sifətə girir, dondan dona girir. Üstəlik də deyələmədələrin bildiyiniz kimi heykələ bir cümlə yazan 13 il həbsə salındı. Avropa təzqinlə əff edilsə də Türkiyədə bilirsiniz məhv edildi, öldürüldü. Əziz vətənlərim, amma Fransada qatarları yazıb pozan adamı tutdular. Heç bir ay çəkməmiş, 2 ay çəkməmiş azadlığa buraxdılar. Əziz vətənlərim, dəyərli soydaşlarım, bunu hansısa bir Azərbaycanlı etsəydi 13-15 il içəridə ömürlük yatardı. Ancaq görürsünüzmü dəyərli vətənlərim? Macron'un qorxusundan, Fransanın qorxusundan İlham Əliyev Fransayı yaltaqlıq, tulalıq eləmək üçün nələr edir? Hani bə Fransa zəif idi? Fransanın necə deyərəm mühacir hökumətini Azərbaycana yaratmışdınız. Hani bə Kaledoniyanı qaldırmışdınız. Ne oldu İlham Əliyev? Ne oldu? Sen heç Allah ümitsin. Mehribanın yubkasını qaldıran besən. O da qalmışdı Kaledoniya. Uzun sözün kısası,
Azərbaycan mini futbol üzrə dünya çempionu oldu, amma oyun satın alındı. Satın alındı. Mən bunun satın alınacağını 5-6 gün öncədən demiştim. Və buyurun əvvəlki yayımlarıma baxın. Əzəmətlərin dəyərli soydaşlarım, bildiyiniz kimi İlham Əliyevin nəvəsi Sibrizdə İlham Əliyevin xalqa vermədiyi uşaq pullarından burger restoran açdı. İlham Əliyevin nəvələri və restoranlar şəbəkəsi açdı. Bunu açmaq üçün milyonlarla dollar lazım idi. Hər nəysə, açılışa restoranın reklamı üçün yaltaq blogerlər çağırıldı. Şükran da oradaydı. Bu Hüseyin Həsənovdu, Həsən Hüseynovdu, nədir, o da oradaydı. Birazdan canlı yayımlarda. Elə günə qoyacam onları. Onların anasını atıp tutacağım. Onların var yoxunu atıp tutacağım. Səbirli olun. Subutlarla, faktlarla mən yalan şey deyən deyiləm, dostlar. Mənə Qabil Türkoğlu deyərlər. Hər nəysə, açılışda yaltaq blogerlər gəldi. Heç biri Azərbaycan dilində danışmadı. Bildirdilər ki, İlham Əliyev Azərbaycan dilində danışmağı qadağan edib, hamı rus dilində danışmalıydı. Hər nəysə, restoranda əsasən burgerlər satılır. Həmin burgerlərin tərkibində narkotik tərkibli soslar var. Sibrizdə buna kimi bir neçə burger restoranlar var idi. Misal üçün Friday restoranı, amma gətirib Əliyevin nəvəsi də özünə burger restoranı açdı. Həmin restoranda ancaq məqsəd narkotik tərkibli soslarla burgerlər satılacaq. Restoranlara gələn həmin burgerlərdən insanlar həmin burgerlərdən aslı vəziyyətə düşəcək. Sibrizdə kasıb təbəqə Sibrizə gəlmir, varlı təbəqə gəlir. O varlı təbəqədə o kimyəvi narkotik tərkibli soslu burgerlərdən yiyib, oradan əl çəkməyəcək, it kimi ora bağlanacaqlar. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, bu İlham Əliyevin cinsi bilinmir. Bunlar yırtıcılar, cəmricilər nəslindən, sinifindəndir. Onurğasızlar tayfasıdır. Əzəmətlərim, dəyərli soydaşlarım, bildiyiniz kimi Rusiyada 5 dənə aeroport vuruldu və Rusiya yenildikcə, Rusiya əzildikcə İlham Əliyev saralır, solur. Bilirsiniz ki, bu zərbələr İlham Əliyevə dəyirmiş kimidir. Dünən 3 dənə şad xəbər çatdırdım. İlham Əliyevə qarşı neftin qiymətinin düşməsi, OPEC ölkələri, Londonda qəbul edilən qərar, hansı ki, Azərbaycan Putinin, bütün sanksiyanı dəlir, Putinin qazını, neftini satır, blok qoyulması və s. Çox xeyirli xəbərlər dedim dünən. Neredeyse 2 gündən bir İlham Əliyevə qarşı dünyanın çıxardığı qərarlardan danışıram. Və Erdoğan da gördüğünüzdə gələndə siyif qutarmışdı. Bunlar siyif qutarıb, bunlar gedirlər. Hazırlaşın. Prezidentinizi qarşılamağa hazırlaşın. Dəyərli soydaşlar, 5 aeroport vuruldu. 41 dənə qırıcı bombardımançı təyyarə Rusiyada. Birbaşa Zelenski özü əməliyyata rəhbərlik elədi. İnanın Allaha deyirəm, aləm dəydi bir-birinə. Təsəvvür edin, 10 milyardlarla Rusiyaya ziyan dəydi. Bir neçə saata bununla danışacağım, videolar göstərəcəm canlı yayımda. Çox dəhşətlidir. Bilirsiniz ki, Fransa, Amerikanın da senatoru gəldi. Trump'a yaxınlığı ilə bilinən senator və təcili sülhə qol çəkməlisiniz, İlham Əliyevə dedi. İlham Əliyev möhlət istədi 1 ay. Əlbəttə ki, Azərbaycanın əsas prezidenti Putindir. Putinlə razılaşdırmaq üçün Ermənistan dərhal razı olsa da İlham Əliyev 1 ay vaxt istədi. Yadınızdadırmı? Mən dedim, mayın 20-də kimi İlham Əliyev vaxt qoyublar, mayın 20-də kimi. Gördünüzmü? İlham Əliyevin 150-yə qədər gəmisinə həbs qoydular. İlham Əliyev hardansa kiraya götürmüşdü. Neft şirkəti, Sokar Trading, hamısının gəmiləri məhv edildi. Hamısının Zəngəzur gəmisi daxil blok qoyuldu. Mən dediyim oldu mu? İndi deyirəm sizə, İlham Əliyevə 1 ay vaxt qoyuldu. Son 1 ay vaxtı. Bir aya İlham deyilən eləməsə, hansı ki eləməyəcək, İlham Əliyevin anası mələr qalacaq. Canlı yayıma gəlin.